Gel. Gel kardeş gel. Hoş gelmişsin. Nətərdir evimiz? 3 sotdadır. Qəşəng əşyalıdır. Sənət də qaydasındadır. 240 minə startıdır. Aşağı yer olacaq. Mərdəkanda yerləşir. Küçənin adı Qaranquş sanatoriyasından aşağı. Bura belə bir üstü bağlı bir setkadır. Oturub durmağa. Evimizin bax hovuzu da mövcuddur. Var. Yəni bir çox adam deyir ki, hazır olsun, heç nə almayayım, mebel almayayım. Bu da həmən o evdir. Mebel zad da var, hamısı. Əqqabı çıxardıb gəlib girirsən evə. Kim alsa Allah xeyir versin. Qiymət də münasib. Bu günləri münasib qiyməti olan evlər çəkib göstərirəm. Kanalda baxın, bax bir-bir, baxın. Orada özünüzə uyğun ev taparsınız. Gəl. 120 kvadratdır çöldən çölə. Bax girən kimi burada bax mətbəxidir. Soyuducu, paltaryan, televizor, yəni hər bir şey var. Bura bax, qonaq otağımızdır. Stol, uglavoy, divan, televizor. Məncə yaxşıdır, hə? Deməli, mətbəxinə baxdıq, qonaq otağına baxdıq. Girişib qapısı buradandır. İndi də yataq otaqlarına bu. Ən balaca otağı budur. Xudmanidir. İndi deyərsiniz ki, girəndə paltar asmağa burada yeri yoxdur. Bax, paltar asmaq üçün dolabı bax buradadır. Bax, belə bir dolabdır. Bu ikinci yataq otağımızdır. Buranın da mebeli var. Divar kağıdı ağ rəngdə və buranın indi heç görsədək də sanuzeli var idi. Əqqabı çıxar gir evlərdəndir. Baxdıq orada. Deməli 2 dənə sanuzeli var. İkinci sanuzelimiz buradadır, ümumi. Obşi, biri yataq otağının içində, biri burada. Bu da ki, qardaş, üçüncü yataq otağıdır. Bax, belə bir açıq tonlara, bax, pərdə ilə mebel, hamısı rəngləri uyğun gəlir. 240 min sənədi qaydasındadır, paketdir. Torpaqda evdə sənədi qaydasındadır. Yəni, ekonomlu variantdır da belə, dolu əşyalı mebel almayacaq. Sağ olun.